Salam əziz izləyicilər, bugün publisistik üslub haqqında danışasıyıq. Çox uzun uzadı danışmayacağım. Publisistik üslub nədir? Onun 3 əsas xüsusiyyəti haqqında danışacağım. Publisistik üslub nədir? Öncəliklə bir tərif şəklində qeyd etsək, cəmiyyətin ictimai, siyasi, eləcə də mədəni və sosial məsələlərini işıqlandırmaq, insanlarda müəyyən bir fikir, mövqe, müəyyən bir inam formalaşdırmaq məqsədi daşıyan üslubdur. Mətbuatda formalaşır, şifahi və yazılı formada mövcuddur. Yəni bunlar haqqında, bu xırdalıqlar haqqında danışmaq istəmirəm. 3 əsas xüsusiyyəti haqqında danışacağım. Bunlar hansılardır? Kütləvi anlaşıqlıq anlayışı nədir? Deyirik ki, publisistik üslubun xüsusiyyətlərindən biri kütləvi anlaşıqlıq. Kütləvi anlaşıqlıq. 2. Aydınlıq və 3. Təsirlilik. Bugünkü dərsimizdə bu 3 xüsusiyyət haqqında məlumat vermiş olacağım. Birinci xüsusiyyət haqqında danışacağım. Nədir kütləvi anlaşıqlıq xüsusiyyəti? Bax, buna bir aydınlıq verim. Kütləvi anlaşıqlıq, baxın, yazılı və ya şifahi nitqin elə qurulmasıdır ki, onu geniş oxucu və ya dinləyici kütləsi asanlıqla başa düşür. Yəni, publisistik üslubda olan mətnlərdə çox mürəkkəb terminlərdən, belə deyək, anlaşılmaz sözlərdən istifadə edilmir. Yəni, ifadələr hamının gündəlik həyatında rast gəldiyi üslubda seçilir. Bir də sadalasam, nədir kütləvi? Baxın, kütləvi anlaşıqlıq nə demək? Anlaşıqlıq. Təbii ki, burada kütləvi sözü, anlaşıqlıq sözlərinin lüğəvi mənası bizim üçün aydındır. Yəni, bircə söz birləşməsi şəklində hansı anlayışı ifadə edəcək? Nitq yazılı nitq də ola bilər, şifahi nitq də ola bilər, fərq etməz. Həmin o nitq elə qurulmalıdır ki, onu geniş oxucu kütləsi, geniş dinləyici kütləsi asanlıqla başa düşsün. Yəni, publisistik üslubda olan mətn nümunələrində biz mürəkkəb terminlərə, yəni anlaşılmaz sözlərə demək olar ki, rast gəlmirik. Aydındırmı? İfadələr hamımızın gündəlik həyatında rast gəldiyi ifadələrdir, üslubda seçilir, belə deyək. Və təsadüfi deyil ki, istər qəzet, istər jurnal, eləcə də televiziya verilişləri hamıya xitab edir, aydındırmı? Hamıya xitab edir. Ona görə də yəni o jurnalı, o qəzeti biz oxuyarkən, o televiziya verilişlərini izləyərkən yaşından, başından asılı olmayaraq, belə deyək, hər kəs onu başa düşür. Biz iki cümlənin müqayisəsinə baxsaq, baxın, belə bir cümlə yazıram. Birinci cümlə budur. Bir dəqiqə, bu qələm niyə yazmadı? Baxın, birinci cümlə, belə bir cümlə yazıram. Deyirəm ki, deməli, fotosintez prosesi, deməli, nəticəsində, fotosintez prosesi nəticəsində bitkilər karbon qazını mənimsəyərək oksigen ifraz edir. Bu birinci cümlə. Baxın, bu cümlə əslində çətin bir cümlədir. Bu cümlənin tərkibində müxtəlif elmi ifadələr özünü göstərir, düzdürmü? Bu cümləni daha çox anlayacaq şəxs biologiya elmi ilə əlaqəsi olan şəxslərdir. Abituriyentlər üçün desək, məsələn, deyək ki, 4-cü qrup uşaqları. İndi ikinci bir cümləni yazıram. Deyirəm ki, bitkilər günəş işığında deməli, nəfəs alır, vergül, havadakı karbon qazını qəbul edib, qəbul edib bizə oksigen verir. Aha, gəlin bu iki cümlənin müqayisəsinə baxaq. Qeyd etdiyim kimi, birinci cümlənin dili hər kəs üçün anlaşıqlıdırmı? Yox. Niyə? Çünki bu cümlənin tərkibində qəliz
elmi ifadələr öz əksini tapır. Lakin ikinci cümlə hər kəs üçün anlaşılmadı. Düşünürəm ki, yaşından asılı olmayaraq istəyir deyək ki, bir 10 yaşlı uşaq, yaxud bir 50 yaşlı bir kişi, yaxud 70 yaşlı bir nənə, təbii ki, həmin məlumatı eşidərkən, yaxud oxuyarkən, həmin cümlədə ifadə olunan fikri anlamış olur. Bitkilər günəş işığında nəfəs alır. Yəni, bitkilər üçün günəş işığının nə qədər vacib olması qeyd olunur. Havadakı karbon qazını qəbul edib bizə oksigen verir. Yəni, bitkilər havadakı karbon qazını qəbul edib bizə nə edir? Oksigen qazını vermiş olur. Deməli, bu iki cümlənin müqayisəsində ikinci cümlənin anlaşıqlı olduğunu biz nə etmiş olduq? Görmüş olduq. Gəlin indi sizə, məsələn, şifahi şəkildə iki cümlənin müqayisəsini deyim. Məsələn, deyirəm ki, ətraf mühitin mühafizəsi prosesində resurslardan səmərəli istifadənin təmin olunması prioritet məsələdir. Bu cümlə bir anlaşıqlı cümlə olmadı. Yəni, indi anlaşıqlı şəkildə deyirəm ki, təbiəti qorumaq üçün suyu, torpağı israf etməməliyik. Bax, artıq ikinci cümlə hər kəs üçün, bütün kütlə üçün anlaşıqlı bir cümlə olmuş oldu. Yaxud başqa bir cümlə, yenə şifahi şəkildə istəyirəm deyim ki, yazanda vaxt gedəcək. Deyirəm, məsələn, ekologiyanın qorunması təbiət balansının saxlanılması üçün mühüm şərtdir. Aha, ekologiyanın qorunması, təbiət balansının saxlanılması üçün mühüm şərtdir, vacibdir. Bir də deyirəm ki, təbiəti qorumasaq, torpaq, su və hava çirklənər, insanlara da ziyan olar. Deməli, nə baş verdi? İkinci cümlə hər kəs üçün, bütün kütlə üçün anlaşıqlı, başa düşülən bir cümlə olmuş oldu. Gəlin indi də publisistik üslubun növbəti bir xüsusiyyəti olan aydınlıq xüsusiyyəti haqqında danışım. Aydınlıq. Aydınlıq xüsusiyyəti nədir? Baxın, biz hər hansı bir mətni, yəni publisistik üslubda olan bir mətni oxuyarkən biz nə görürük? Müəllifin fikirlərinin, onun müəllifin mesajlarını rahatlıqla anlaya bilirik. Çünki fikirlər sadə, aydın, başqa sözlə başa düşülən şəkildə ifadə edilir. Yəni, bir də deyirəm, biz publisistik üslubda olan hər hansı bir mətni oxuyarkən müəllifin fikirlərini, müəllifin mesajlarını bizə çatdırmaq istədiyi o mesajlar ki var, biz onları anlaya bilirik. Çünki həmin publisistik üslubda olan mətndə ifadə olunan fikirlər sadə bir ifadədir, aydın bir ifadədir, başa düşülən bir ifadədir. Məsələn, mən iki cümlənin müqayisəsi ilə bu aydınlıq anlayışına bir aydınlıq gətirmiş olacağım. Birinci cümlə, belə bir cümlə yazıram. Deyirəm ki, iqtisadiyyatın sabitliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin kompleks tədbirlərlə reallaşdırılması zəruridir. Baxın, bir də deyirik. Deyirəm ki, iqtisadiyyatın sabitliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin kompleks tədbirlərlə reallaşdırılması zəruridir. Bu cümlə mənim üçün aydın olmadı. Niyə aydın olmadı? İkinci bir cümlə baxıram. Deyirəm ki, ikinci cümləni bax buradan qeyd edəcəm. İkinci cümlə deyir ki, dövlət iqtisadiyyatını daha doğrusu dövlət, yəni öz iqtisadiyyatını, qoy elə iqtisadiyyat olaraq qeyd edeyim. Aha, deməli, qələmi götürüm. Dövlət iqtisadiyyatı sabit saxlamaq üçün nə edir? Deməli, tədbirlər görür. Baxın,
İkinci, əvvəlki cümləyə bir daha baxıram. Deyir ki, qeyd olunmuşdu ki, bircə dəqiqə düşsün bura. Düşmədi. Qaydaq 4-ə. Deməli, birinci cümlədə mən nə qeyd etmişdim? Demişdim ki, iqtisadiyyatın sabitliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin kompleks tədbirlərlə reallaşdırılması zəruridir. Yəni, dövlət nə etməlidir? İqtisadiyyatını sabit saxlamaqdan ötürü kompleks tədbirlər görməlidir. Yəni, mahiyyət bu idi. Amma burada həm də bir söz yığını var. Fikirlər mənim üçün aydın deyil. Amma aydın bir cümlədə mən qeyd edirəm ki, dövlət öz iqtisadiyyatını sabit saxlamaqdan ötürü tədbirlər görməlidir, yaxud görür. Aydındır. Baxın, biz nümunələrlə, mən bir neçə nümunə ilə aydınlıq anlayışına bir aydınlıq gətirmək istəyirəm. Deməli, bu aydınlıq xüsusiyyəti nə demək oldu? Biz mətni oxuyarkən, belə deyək, müəllifin fikri biz oxucu üçün, yaxud biz dinləyici üçün tam başa düşülən, sadə və dəqiq formada ifadə olunması deməkdir. Daha düzdürmü? Yəni, fikirlər qarışıqlıqdan uzaq olmalıdır, səliqəli şəkildə bizə çatdırılmalıdır. Yəni, biz oxucu olaraq, dinləyici olaraq mövzunu dərhal anlamamız lazımdır, o təmin edilməlidir. İctimai fikri düzgün yönləndirmək, bütün bunlar aydınlıq üçün vacib amillərdir, belə deyək. Məsələn, mən belə bir aydın bir cümlə yazıram. Deyirəm ki, təbiəti qorumaq hər birimizin borcudur. Əgər biz bugün ağac əkməsək, sabah kölgə tapmarıq. Yəni, bu nümunənin tərkibindəki sözlər sadə və tanış sözlərdir. Aydındır, qısa bir yaxud düzgün qurulmuş cümlədir. Burada bir qarışıq, anlaşılmaz ifadəyə mən rast gəlmədim. Doğrumu? Məsələn, bir aydın olmayan bir cümlədə deyirəm. Deyirəm ki, məsələn, insanların təbiətə münasibətində o dəyişikliklərin baş verməsi gələcək üçün müəyyən mənada mühüm nəticələr doğura bilər. İnsanların təbiətə münasibətində hansı ki, vacib o edilməli olan dəyişikliklər ki var, onların baş verməsi gələcək üçün müəyyən mənada mühüm nəticələr doğura bilər. Yəni, bu cümlə çox qarışıq və çətin başa düşülür. Çünki fikir dolayısıyla bizə deyilibdir və sözlər də çox uzundur. Əslində, aydınlıq nədən ibarət? Deyirəm, əgər insanlar təbiəti qorumasa, gələcəkdə böyük fəlakətlər ola bilər. Aydın oldu mu? Bu da aydınlıq xüsusiyyəti haqqında məlumatdır. İndi davam edirəm publisistik üslubun yeni bir xüsusiyyəti, təsirlilik xüsusiyyəti haqqında. Təsirlilik xüsusiyyəti. Baxın, bu çox maraqlı bir xüsusiyyətdir. Yəni, təsirlilik xüsusiyyəti o deməkdir ki, müəllif oxucuda bir emosional, belə deyək, yaxud mənəvi bir təsir yaradır. Emosional təsir yaradır. Bir mənəvi təsir yaradır. Yəni, bu nə deməkdir? Yəni, mətn təkcə məlumat vermir bizim üçün. Həm də o mətndə ifadə olunan fikirlər ki var, adamı düşündürür. Bir insanı həyəcanlandırır, adamı hərəkətə gətirir. Yəni, mövzunu oxucunun gündəlik həyatı ilə bağlayır. Aydındırmı? Məsələn, belə bir təsirsiz bir cümlə yazıram. Deyirəm ki, ağacların kəsilməsi havanın keyfiyyətini azaldır. Havanın keyfiyyətini azaldır. Baxın, bu cümlə təsirsiz bir cümlədir. Necə deyirlər? Heç tüküm də tərpənmədi, heç mənə təsir etmədi, heç mənim, belə deyək, məndə bir emosional, bir mənəvi təsir yaratmadı, məndə bir hərəkət, bir həyəcan məndə bir yaratmadı. Niyə? Çünki o xüsusiyyətə malik deyil, təsirlilik xüsusiyyətə malik deyil, bir emosionallığa malik deyil. İndi başqa bir cümlə qeyd edirəm. Deyirəm ki, hər kəs bir ağac kəsirsə, gələcəyimizdən bir nəfəs alır. Vay, baxın, gələcəyimizdən bir nəfəs alır. Bu artıq mənim, necə deyirlər, tüklərim biz oldu. Məni hərəkətə gətirəcək, məni duyğulandırır, həyəcanlandırır. Gəlin, ağac əkək ki,
Deməli, övladlarımız təmiz hava ilə nəfəs alsın. Qoy onu da qeyd edim. Övladlarımız təmiz hava ilə nəfəs alsın. İndi baxın, əziz izləyicilər, hansı cümlə təsirli oldu? Hansı cümlə bizi düşünməyə, hər hansı bir hərəkət etməyə, əgər əlimizdə balta var idisə, bir ağacı kəsmək istəyiriksə, birinci cümlədən sonra o əlimizdəki aləti tullayacaq, yoxsa ikinci cümlədən sonra? Təbii ki, ikinci cümlədən sonra. Aydındırmı? Çünki ikinci cümlə insanın o daxili hisslərinə toxunur. İnsanı, necə deyərlər, hərəkətə gətirmiş olur. Belə. Mən, əziz izləyicilər, o publisistik üslub haqqında danışanda deyirik ki, publisistik üslub xalq danışıq dilinə yaxındır. Bax, deyirik ki, xalq danışıq dilinə yaxındır. İstəyirəm bu xüsusiyyətə də bir aydınlıq gətirəm. Yəni bu xüsusiyyət o deməkdir ki, baxın, hər hansı bir publisistik yazı olsun, fərqi yoxdur, bir məqalə olsun, bir çıxış olsun, bir reportaj olsun, hər hansı bir nitq olsun, bunlar belə deyək, hamıya ünvanlandığı üçün mürəkkəb, elmi, qəliz sözlərlə yox, sadə, gündəlik həyatda işlətdiyimiz sözlərlə yazılır. Yəni bu tip mətnlərdə biz nə görürük? Xalq ifadələrini görürük, atalar sözlərini görürük, yaxud canlı danışığımızdan gələn sözlərə bir rast gəlirik. Çünki məqsəd odur ki, bu tip mətnlər, baxın, hər yaşdan, hər təbəqədən olan insan kütləsi üçün yazılır. Aydın oldu mu? Yəni, xalq danışıq dilinə yaxındır ifadəsinin anlamı budur. Bir də belə danışmışkən istəyirəm ki, bir 5-ci bir xüsusiyyət kimi onu qeyd edim. Deyirik ki, publisistik üslub müxtəlif mövqe və maraqları əks etdirir. Bu da maraqlıdır. Bax, müxtəlif mövqe və maraqları əks etdirir. Əslində mənim planım dərsin əvvəlində qeyd etdiyim kimi 3 xüsusiyyət haqqında danışmaq idi. Amma danışdıqca istəyirəm ki, bu xüsusiyyətlərin sayını çoxaldım. Bu xüsusiyyət haqqında da danışım, sonra görək hansı bir ilham pərisi gələcək mənə. Müxtəlif mövqe və maraqları əks etdirmək nə deməkdir? İndi biz müxtəlif deyək ki, nümunələrlə bu mövqe və maraqların əks etdirilməsi anlayışına bir aydınlıq gətirək. Məsələn, problem nədir? Əslində ona problem deməyək də. Məsələ, nüans bundan ibarətdir ki, şagirdlər oxumalıdır. Şagird təhsil almalıdır. Şagird üçün öyrənmə əlçatan olmalıdır. Bax, budur məsələ. İndi həmin məsələ ilə bağlı həm müəllimin, həm valideynin, həm də bir təhsil ekspertinin fikirlərinə baxaq. Müəllim deyir ki, şagirdlərin marağını artırmaq üçün yeni üsullar lazımdır. Bax, uşaq indi oxumur da bir anlıq, belə deyək. Müəllim deyir ki, şagirdlərin marağını artırmaq üçün yeni üsullar lazımdır. Valideyn hesab edir ki, əsas məsuliyyət evdəki tərbiyədir. Gərək evdə uşaqla ciddi məşğul olasan. Nə bilim, təhsil eksperti deyir ki, bu məsələdə nə bilim, məktəbin rolu vurğulanır bu təhsil ekspertinin fikri kimi. Yəni burada həm müəllimin, həm valideynin, həm də bir ekspertin müxtəlif mövqelərini görürük. Düzdürmü? Məsələn, şəhərdə, yaxud başqa bir nümunə deyirəm, məsələn, şəhərdə yeni bir park salınması bəzilərini sevindirir. Bəziləri isə deyək ki, ticarət yerlərinin azalmasından narazıdır. Aydındırmı? Ya artıq burada bir ictimai bir marağın fərqliliyini biz görmüş oluruq. Düzdürmü? Məsələn, yaxud bəziləri hesab edir ki, sosial şəbəkələr gəncləri maarifləndirir. Məsələn, sosial şəbəkə mövzusunda bir mətn nümunəsidir və biz orada müxtəlif mövqeləri görürük ki, məsələn, müəyyən bir qrup insanlar düşünür ki, sosial şəbəkələr gəncləri maarifləndirir, istənilən məlumatı girir, sosial şəbəkələrdə axtarır, tapır və s. öyrənməsi daha rahat olur, birbaşa evə gəlir. Digərləri isə deyir ki, yox, sosial şəbəkə elə ancaq vaxt ikisidir. Yəni biz bunu şəhər üzərində də deyək ki, bir sorğuya çıxsa, bir şəhərdə bir insanlar kütləsi içərisində bir sorğuya çıxsa, müxtəlif fikirlər almış olasıyıq. Aydındırmı? Bax, burada iki fərqli fikir, yaxud iki fərqli maraq özünü göstərmiş olur. Aydındırmı? Budur. Müxtəlif mövqe və maraqların əks etdirilməsi fikri də düşünürəm ki, aydın oldu. Baxın, indi mən sizə nə deyirəm, əziz abituriyentlər? Biz bildiyimiz kimi qəbul imtahanında qarşımıza çıxacaq iki mətn nümunəsi. Biri bədii üslubda olacaq, biri də publisistik üslubda. Şablon olaraq öncəliklə həm bədii üslubun, həm publisistik üslubun xüsusiyyətlərini yadda saxlamağa çalışın. Şablon olaraq. Amma
Bununla iş bitmir. Baxın, mən həm əvvəlki deyək ki, dərslərimdə fərdilik anlayışı funksional üslublarda bu mövzuya mən toxunmuşam və həmin mövzunu diqqətlə izləyin. Nə deməkdir? Fərdiliyi biz funksional üslubların hansında görürük? Niyə görürük və niyə görmürük? Bu məsələlərə aydınlıq gətirmişəm. Yaxud bədii üslubun xüsusiyyətləri haqqında danışmışam. Həm vurğulamışam hansı xüsusiyyətlər var, həm də hər bir xüsusiyyətin xüsusiyyətini, mahiyyətini açmışam. Aydındırmı? Eləcə də bu dərsimdə də. Ona görə dərsi diqqətlə belə deyək, oxumanızı, dinləməyinizi, izləməyinizi daha doğrusu məsləhət görürəm. Belə dərsimiz bu qədər. İnşallah növbəti faydalı dərslərin birində görüşmək ümidi ilə düşünürəm ki, videonu izlədikdən sonra, dərsi izlədikdən sonra bəyənəcəksiniz, şərh bölümlərində xoş sözlər yazacaqsınız və kanalıma abunə olmayan şəxslər də kanalıma abunə olmaqla belə deyək, məni sevindirmiş olacaq həm də. Sağ olun, sağlıqla qalın.